Gezək müştəri. Alo. Müştəri var maşında? Heç nə düşürdəndə mən yığarsan da. Alo. Yaxşı, yaxşı. Davay, yaxşı. Alo. Aslı. Hardasan? Başlıqada. Müştərini düşürdün? Hadi. Deyil, gör nə soruşuram səndən. Mən indi yatmaq istəyirəm. Yat. Mən yastıqla yatım, yoxsa yastıqsız yatım? O ne deməkdir? Nə bilim, icazə almaq istədim də. Görüm yastıqla yatım, yoxsa yastıqsız yatım. Of, yastıqsız niyə yatsan ki? Soruşuram da səndən. Nə danışsan? Deyirəm ki, yatmaq istəyirəm. Yastıqla yatım, yoxsa yastıqsız yatım? Acı, o mənlə niyə soruşsan ki? Nə bilim, ürəyimdən keçdi də soruşmaq. Olmaz. Yastıq balınca deyirsən, yoxsa poftuqva deyirsən? Yox, balışa deyirəm də, siz balış deyirsiniz. Ha, bal. Nə? Balınc. Hə, onunla yatım. Balıncsız adam yatır ki. Nə bilim, bəzən olur da. Səfi danışma, həmişə necə yatmışsan, indi elə yat. Mənə bax, Ha. sabah xəstəxanaya girəndə ayaqqabı geyinim, yoxsa da maşınıq geyinim? Acı. Ay, cavab ver də, nə qaqa? Hə, dəqiqdən trend çəkirəm, dəmmə. Ay, yox, valla, nə trend, Allah haqqı, yox. Prost rahatçılığa görə deyirəm. Ayaqqabı bu geyində ayaqqabıdır. Sən nə geyinəsən? Nə geyinəcəm, həmişə nəsə geyinmişəm, indi elə. Hə, nə dedim, birdən olur da, sən də maşınıq falan geyinirsən. Sən bekar qamsın, yer ged yatarsın. Mənə bax, Ha. mən həmişə Aysunla yatıram, bu səfər kimlə yatım? Get dayımla yat.